Batareyalı eşitmə cihazlarında istifadə olunan batareya növü cihazın ölçüsünə və sərf etdiyi enerjiyə görə dəyişir. Bu məqsədlə 4 fərqli batareya seçimi mövcuddur. Bunlar 10, 312, 13, 675 nömrəli batareyalardır. Hər cihazın özünə uyğun batareyası vardır. Cihazınıza düzgün nömrəli batareyanı düzgün şəkildə taxmağınız çox önəmlidir. Cihazdan səs gəlməməsinin səbəblərindən biri də batareyanın tamamilə bitmiş olması ola bilər. Batareyanın bitib-bitmədiyini anlamağın ən asan yollarından biri batareya ölçən cihazdan istifadə etməkdir. Batareyanızı batareya ölçən cihaza yerləşdirdikdə ekranda görünən xəttlər batareya doluluq səviyyəsini göstərir. Əgər ekranda hər hansı bir görüntü yoxdursa, bu batareyanın boş olduğu mənasına gəlir. Başqa bir üsul isə batareyanın özünü əlinizə alaraq masaya dik şəkildə azacıq yuxarıdan buraxmaqdır. Əgər batareya masaya dəydiyi anda həmin nöqtədə dayanırsa, bu onun dolu olduğunu göstərir. Boş batareya isə masaya dəydikdən sonra bir neçə dəfə sıçramağa davam edəcəkdir. Batareyanın etiketini çıxardıqdan sonra gözləmə müddətinə diqqət edilməlidir. Daha sonra batareyanın pilius üzü yuxarı baxacaq şəkildə batareya yuvasına yerləşdirilməsi vacibdir. Düzgün batareya yuvaya yerləşdirildikdə bu formada görünməlidir. Qulaq daxili eşitmə cihazlarında da eyni üsul ilə batareya dəyişikliyi edilir. Bir batareya orta hesabla 4 ilə 7 gün arasında istifadə edilə bilər. Bu müddət sizin cihazdan istifadə tezliyinizə, istifadə etmədiyiniz zamanlarda batareya qapağını açıq buraxıb-buraxmadığınıza və batareya ölçüsünə görə dəyişə bilər. Batareyanın ömrünü uzatmaq və eşitmə cihazınızın oksidləşmə səbəbi ilə sıradan çıxmasının qarşısını almaq üçün istifadə etmədiyiniz zamanlarda eşitmə cihazınızın batareya qapağını açıq buraxaraq nəmalma qutusunda saxlamağınızı tövsiyə edirik.